Bordo yoxsa göydaş? Payızlı ağac üçün hansını seçək? Hörmətli izləyicilərim, xoş gördük. Payızlı ağaclara bordo, göydaş yoxsa mis sulfat? Bunlardan hansı vurulmalıdır? Vaxtı danışırıq. Göydaş, mis sulfat. Bunlar eyni məhsuldur. Göydaşdan mis sulfat el arasında fərqli adlarla səslənir. Hal-hazırda sizə göstərdiyim mis sulfat və ya göydaş kimi bu adlarla satılır. Və gördüyünüz kristal kimi rəngi biraz fərqli bu şəkildə olur. Və yanındakı bordo məhlulu isə mis sulfatla əhəngin qarışığıdır. Bu mis sulfat əhənglə qarışdırılır. Nəticədə gördüyünüz bordo məhlulu hazırlanır. Yəni turşuluq neytrallaşır və dərman təhlükəsiz hala düşür. Bu məlumatlardan sonra siz mis sulfatla göydaşın eyni məhsul olduğunu anladınız və bordo məhlulunun da əhənglə qarışığından hazırlanan fungitsid olduğunu bildiniz. Sual yaranır. Payızda yarpaqlar yerə töküləndə biz bordo məhlulu istifadə edirik, yoxsa mis sulfat, yəni göydaş? Elmi ədəbiyyatda bordo məhlulunun neytrallaşması nəticəsində yaranan fungitsid daha təhlükəsiz hesab edilir. Göydaş mis sulfatı isə mütəxəssislər, professional bağbanlar düzgün qaydada hansı ağacda istifadə etməli olduğunu yaxşı bildiyi üçün mis sulfatla istifadə edirlər. Sual yaranır, bəs biz ağaclara hansından istifadə edirik? Təhlükəsiz olduğuna görə bordo məhlulunun istifadəsi daha məsləhətdir. 10 litrə 200-300 qram, yəni 2-3 faizli bordo məhlulundan istifadə edə bilərsiniz. Hörmətlər.